Adətən avtomobil icmallarında mən bir suala cavab axtarıram. Bu necə avtomobildir? Yaxşı və pis cəhətlərini vurğulamağa çalışıram. Bu gün bir qədər başqa tapşırığım var. Sualım belə olacaq. Mən niyə bu avtomobili seçmişəm? Bəli, söhbət öz avtomobilimdən gedir. Testin qəhrəmanı KGM Torres avtomobilidir. KGM məsələsinə aydınlıq gətirim. Vaxtilə Sangyang adı ilə satışa çıxarılan avtomobillər yaxşı da satılır da, amma dizaynı bir balaca o məsələ. Ona görə də böyük bir miqyasda dünya şöhrəti qazana bilməmişdi. İş o yerə gətirdi ki, Sangyang ciddi maliyyə problemləri ilə üzləşdi. Az qala bankrot olacaqdı. Bu problemləri kim həll etdi? Cənubi Koreyanın çox möhtəşəm bir maliyyə qrupu KJ Mobility. Və bu markanın adını dəyişərək elədilər KGM və ya KGM deyirik. Və çox maraqlı avtomobillər buraxmağa başladılar. Dizayndan tutmuş texniki xarakteristiklarına qədər və bunu yoxlamaq üçün bugünkü səfərimiz Qusar dağlarınadır. Birinci gün burada çəkiliş, ikinci gün isə Navrana yollanacağıq. Mən istəyirəm əməlli başlı bu avtomobili yollarda və yolsuzluqda sınayım. İlk növbədə elə onun xarici görkəmi mənim seçimimə təsir etdi. Baxırsan ki, bu nədir? Transformer deyir. Mənə elə gəldi ki, Mad Max filminin rəssamı bu avtomobilin cizgilərini çəkib. Aqressivdir. Demək olar ki, konseptual bir görkəmə malikdir. Gəlin baxaq. Qıyılmış bu gözlər sanki bu dəqiqə deyir ki, lazerlə səni yandıracam. Daha sonra bu yarıqlar mənim diqqətimi cəlb etdi. Yəqin ki, mənim simpatiyam həm də bununla bağlıdır. Düşünürəm tamaşaçılardan kimsə mənim o qırmızı cipimi xatırlayır. Aqressiv görkəmi tamamlayan detal çox iri bamperdir. Bilmirsən heç harda başlayır, harda qurtarır. Duman işıqları buradadır. Avtomobilin dizaynında düz xətlər, əzələlər, qabarıq hissələr çox biruzə verir özünü. Kapotun üstündə bax bu tutacaqlar var. Açıqıb mən anlamadım bu nə içindir, amma yaraşıq verir. Eləcə də reytingləri burada görürsünüz. Yeri gəlmişkən avtomobilin profilinə baxaq. Bu tərəfdən baxanda dərhal çox qabarıq olmuş təkər arkları. Bunlar da sanki əzələdir. Çox maraqlı xətlər var və ümumiyyətlə bir yox, bir neçə avtomobili məni xatırladır. Baxın, vaxtilə ML buraxılırdı Mercedes. Bu direkt onu xatırladır. Arxa tərəfdən baxanda hardasa yəqin ki Land Roverlərə oxşarlığı var. Bu işıq texnikası da arxadan baxanda yenə də hansısa assosiasiyalar oyadır. Ümumi baxanda isə mən düşünürəm ki, bu Koreyanın Hammeridir. Sən burada nə edirsən? Bəli dostlar, bagaj hissəsi 700 litrdən çoxdur həcmi. Hələ oturacaqlar qatlanmamış. Odur ki, burada operator da daşıya bilərsən. Ən azı təkər təmirinə qədər gedə bilərsiniz bu təkərlə. Arxa hissəsinin dizaynına gəldikdə adam elə gəlir ki, burada ehtiyat təkəri var. Əsl belə bərk gedən cip elə bil ki, arxa hissəsidir. Amma bu butaforiyadır, bu sadəcə gözəllik üçün edilib və açmaq da ki, bax bu düymə gözlənilmədən hamı burada axtarır. Burada bir düymə vasitəsilə açılır bagaj. Beləliklə, Torres çox böyük aqressivlik göstərir xarici görkəmdən, amma içəridə tamamilə başqa hava yaşayırsan, sanki evdəsən. İndi isə yolumuz Navranadır. Hopla maşının nə sizə gedək, nə bizə gedək, iki dənə ceyran götürək, iki qardaş dənizə gedək. Və avtomobilin salonuna keçək, interyerdən danışaq. Əvvəla deyim ki, dərhal bir neçə dəfə ilk olaraq bax bura dizim dəyirdi. Salona minimalizm demək olar. Necə? Yəni Çinlərin bax belə monitorları ilə müqayisədə həqiqətən minimalizm demək olar. Amma burada hər şey funksionaldır. Hər şey lazımdır. Artıq heç nə yoxdur. Burada 3 monitor var. Biri mənim alətlər panelimdir. Biri multimedia üçün nəzərdə tutulmuş bax bu böyük monitor və bir dənə də burada var aşağıda monitor. Bu artıq klimat kontrolun və bəzi funksiyaları qoşmaq üçündür. Maraqlıdır ki, əgər mən burada klimat kontroluna əlaqədar nəsə eləyirəmsə, dərhal dubl olunur. Burada da artıq onu kökləmək olar. Birazdan sönür, təzədən qayıdır öz fəaliyyətinə. Burada məndə 2 USB var. Müəyyən başlıqlarla əlbəttə ki, Type-C-yə də keçirmək olur. Burada güzgülərin, pəncərələrin qızdırılması, auto hold, drive mod var, hərəkət rejimləri. Eyni zamanda enişdə yardım sistemində buradan qoşmaq olur. O ki, qaldı bu monitora. Əlbəttə, mən istəyərdim ki, bu monitor bu xaşiyələrsiz olsun, tamamilə elektron tablo əhatə etsin bütün ölçünü, amma belə məsləhət biliblər və burada bir sıra funksiyaları tez olaraq düymələrlə işə salmaq olur. Multimedia sisteminə öz smartfonunuzu qoşa bilirsiniz.
düzdür, Bluetooth yoxdur naqil vasitəsilə və bundan sonra bütün sizə lazım olan funksiyaları burada zəng etmək, siyahılar, musiqi, naviqasiya hamısını artıq sinxronlaşdıra bilirsiniz. Keçək materiallara. Yumşaq plastik, o qədər yumşaqdır ki, demək olar ki, dəriyə də oxşayır. Burada tikiş imitasiyaları da var. Burada karbon imitasiyaları var, gördüyünüz kimi. Burada alüminium imitasiyaları var. Çox zövqlə və mənə elə gəlir ki, hardasa bərk təəssürat yaradır bu salon. Eləcə də qapıda da yumşaq plastik görə bilirsiniz. Və yeri gəlmişkən o parıldayan hissələr ki var, toz götürür. Yalnız qapılarda görürsünüz. Royal kimi və bir də ki monitorun kənarlarında. O ki qaldı yığım keyfiyyətinə baxın. Burada heç yerdə tərpədə bilmərsiniz. Heç yerdə bir cırt-cırt yoxdur. Açığı ilk anlarda sükan mənə bir qədər narahat gəldi. Yəni hər iki tərəfdən demək olar ki, bir qədər yastılanıb. Amma sonra alışdım. Hətta tək əlli də sükanı idarə etmək çox asandır. Və üstündəki multifunksional, düzdür, düymələr bir qədər çox görünür. Amma sonra alışandan sonra artıq demək olar ki, Formula 1 kimi idarə edə bilirsiniz bütün bu düymələri. Torres 2 variantda təklif olunur. Onun tam ötürücülüyü. Mən seçmişəm qabaq ötürücüsünü. Amma buna baxmayaraq, yüksək clearance sayəsində, baxın, yüngül yolsuzluğu tamamilə çətinliksiz keçə bilir Torres. Yəni ki, bağda, çimərlikdə, yüngül dağda, dərədə, heç bir yerdə neyinim deməz bu avtomobil. Rahatca aktiv istirahət üçün istifadə edə bilərsiniz. Dinamikadan danışmağın vaxtı gəldi. Dinamikanı harada yoxlayarlar? Əlbəttə ödənişli yolda və əvvəl mühərrikdən deyim, 1.5 litr həcmli turbo mühərrikdir. 170 deyirlər, dəqiq olaraq 163 at gücündədir. 250 Nm fırlanmanı hasil edir. Hidrotransformatorlu ənənəvi avtomat sürətlər qutusudur, 6 pilləri. Və onlar bir yerdə dinamikanı görə necə bəxş edirlər. Mən yerindən yox, 80 km-dən sonra sürətlənməni ölçmək istəyirəm. Görək necə atılacaq qarşıya. 80-dən getdik. Turbo dərhal işə düşdü və sürətlər qutusu barədə ayrıca demək istəyirəm. Deməli, bu sürətlər qutusu əslində quraşdırılır Toyota avtomobillərindən başqa Peugeot, Citroen, Volvo, Hyundai və eləcə də BMW-nin qabaq ötürücülü avtomobillərinə. Həmin avtomobillərdə BMW-nin mühərriki 450 Nm fırlanmanı hasil edir. Odur ki, burada 250-dir fırlanmanı. Yəni, bu sürətlər qutusuna heç zaman yükə sala bilmərsiniz. Burada sürətlər qutusu demək deyərlər, avtomobilin nə qədər yaşı varsa sürətlər qutusu xidmət edəcək. Askı barədə nə demək lazımdır? Qarşıda McPherson, arxada çox qollu askı və burada yox, burada yol düzdür, amma kənd yollarında kələkətur yolları asanca udur, heç də salona hiss etdirmir. Və nəhayət seçimdən danışırıq. Niyə məhz KQM Torres? Mən deməliyəm ki, Torres sadəcə avtomobil deyil, o bir bəyanatdır. Yəni ki, mən fərqliyəm, mən ümumi axında seçilirəm. Seçilməkdən çəkinməyən adamlar üçündür KQM Torres. Və əlbəttə qiymət və satış şərtləri də çox böyük rol oynadı. Hazırda Torres modelinə və digər KQM modellərinə də çox maraqlı kampaniya təklif olunub. Belə ki, barterlə əldə etmək olar və 2 illik daxili kredit şərtləri ilə.